Faşizm üzərində qələbənin 70 illiyi münasibətilə keçirilən bayram tədbirlərində iştirak etmək üçün Moskvada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rusiyanın dövlət başçısı Vladimir Putin Kremldə qarşıladı. Fəxri qonaqlar bayram təntənələrinin keçirildiyi Qızıl Meydana gəldikdən sonra hərbi parad başladı. Rusiyanın Müdafiə naziri Sergey Shoigu və Rusiya Federasiyası Quru Qoşunları Baş Komandanı Oleg Salyukov paradı qəbul etdilər. Mərasim iştirakçılarını təbrik edən Rusiya Prezidenti Vladimir Putin dünya əhalisinin 80%-nin cəlb olunduğu 2-ci Dünya müharibəsində qazanılan qələbədə keçmiş Sovet xalqlarının, həmçinin anti-Hitler koalisiyasını təmsil edən ölkələrin xidmətlərinin heç vaxt unudulmayacağını bildirdi. Qələbə gününün həmin xalqların və dövlətlərin ümumi bayramının olduğunu vurğulayan Vladimir Putin bildirdi ki, heç vaxt yaddan çıxmayacaq bu tarix müasir dövr üçündə bir örnəkdir. Daha sonra paradda hərbiçilərin təntənəli keçidi başladı. Meydana MDB və anti-Hitler koalisiyası ölkələrinin hərbiçiləri daxil oldu. Dəstənin önündə Azərbaycan hərbiçiləri gedirdi. По Красной площади проходит парадный расчет вооруженных сил Азербайджанской Республики. Во главе парадного расчета майор Мигдемирован Аглы Махмудов. Azərbaycanlı zabit və əskərlər faşizm üzərində qələbənin əldə olunmasında müstəsna və tarixi rol oynayıblar. Ən ağır döyüşlərdən qəhrəman kimi çıxıblar. Odur ki, tarixi qələbənin qazanılmasında ölkəmizin əvəzsiz xidmətləri danılmazdı. O vaxt Sovet İttifaqının tərkibində olan Azərbaycandan cəbhəyə 700 mindən çox hərbiçi yollandı. Böyük qələbənin qazanılmasında misilsiz xidmətlər göstərən hərbiçilərimizin 300 mindən çoxu döyüş meydanlarında həlak oldu. 123 nəfər Sovet İttifaqı qəhrəman adına layiq görüldü. 30 nəfər şöhrət ordeninin hər 3 dərəcəsi ilə təltif edildi. 170 mindən çox əskər və zabitimiz isə müxtəlif orden və medallarla təltif olundular. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi. Yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşdu. Azərbaycanın əskər və zabitləri Brest, Moskva, Leningrad, Kiyev, Stalingrad, Ukrayna, Belarusiya, Pribaltika cəbhələrində cəsarətlə vuruşdular. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferopolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya isə Yugoslaviyanın azadlığı uğrunda fəal iştirak etdi. Faşizm üzərində qələbənin 70 illiyi münasibətilə keçirilən hərbi parad zirehli texnikanın keçidi ilə davam etdirildi. Dəstənin önündə əfsanəvi T-34 tankı gedirdi. Bundan əlavə paradda nümayiş olunan çoxsaylı döyüş maşınları arasında Rusiya istehsalı olan armada ağır zirehli piyada maşını, həmçinin raket kompleksləri də vardı. Qeyd edək ki, qələbənin qazanılmasında yalnız qəhrəman övladlarımız deyil, həm də Azərbaycan neftinin böyük rolu olur. Bakı neftinin Böyük Vətən müharibəsinin taleyini həll etməsi fikri elə müharibənin ilk illərində öz təsdiqini tapıb. 105 il Bakı nefti ön və arxa cəbhəni yüksək keyfiyyətli yanacaqla təmin edib. Müharibə dövründə SSR-də ümumilikdə 110 milyon ton neft çıxarılıb. Bu neftin 75 milyon tonunu, cəbhəyə göndərilən neft məhsullarının isə 85-90%-ni Azərbaycan verib. Ön cəbhədəki hər 4 tankdan biri Azərbaycan nefti ilə hərəkət edib. Məhz bu səbəbdən Bakını 2-ci Dünya müharibəsinin taleyini həll edən şəhər adlandırırlar. Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını yaxşı bilən Hitler məhz buna görə Almaniyanın 1-ci tank ordusuna 1942-ci il sentyabr ayının 25-də Bakını zəbt etmək tapşırığını vermişdi. Hitler Qafqaza hücuma başlayanda biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacaq demişdi.
Düşmən 1942-ci ildə 71, 1943-cü ildə isə 3 dəfə Bakı səmasını zəbt etməyə çalışıb. Qəhrəman təyyarəçilərimiz isə bu hücumların qarşısını alır, düşmənin 96 təyyarəsini məhv edirlər. Burada daha bir məqamı da xüsusi vurğulamaq lazımdır. Bakının neft emalı müəssisələri, alimlərin və mühəndis texnik işçilərin səyi nəticəsində cəbhə üçün yüksək aktanlı benzin istehsalını da uğurla həyata keçirdilər. 1941-ci ilin yayında Bakıda ilk hidrogen birləşmələri qrupu hazırlandı. Akademik Yusif Məmmədəliyevin başçılığı altında bir qrup alim 28 gün laboratoriyadan çıxmayaraq neft kimya elmində yüksək nailiyyət olan yüksək aktanlı aviasiya yanacağı əldə etdilər. Bu, müharibədə motorlar döyüşündə ciddi dönüşə səbəb oldu. Parad zamanı Moskva səmasında hərbi hava qüvvələrinin də nümunəvi çıxışları oldu. Onların arasında Tu-160 strateji bombardmançı, dünyanın ən böyük hərbi nəqliyyat təyyarələri, An-124 Ruslan təyyarələri də vardı. Rusiyanın məşhur pilot qrupları Su-24, Su-34 və MiG-29 qırıcıları da səmada öz məharətlərini nümayiş etdirdilər. Havada yanacaq dolduran təyyarələrin çətin tapşırığı məharətlə yerinə yetirmələri və hərbi vertolyotların manevrləri maraqla qarşılandı. 15 təyyarədən ibarət dəstə qələbənin yubiley rəmzi olan 70 rəqəmini səmaya yazdılar. Hərbi paraddan sonra dövlət və hökumət başçıları naməlum əskər abidəsi önünə əkliyi qoydular. Sonra birgə xatirə şəkli çəkdirildi. Bununla da Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Moskvaya işgüzar səfəri başa çatdı.